Hər vaxtınız xeyir əziz üçüncülər. Gəlin birlikdə 2 rəqəmli ədədlərin və 3 rəqəmli ədədlərin 1 rəqəmli ədədlərə vurulması mövzusu ilə tanış olaq. Elə testlər və çalışmalar üzərində bildiklərimizi möhkəmləndirək. Birinci sualda bizə deyir ki, hasili tapın. Biz bilirik ki, ilk öncə 3-ü həm 8-i, həm də 2-yə vururuq. 3 dəfə 8 24, 2 yadda. 3 dəfə 2 6, o da 2 8. Cavabımız eləyir 84 A variantı. 2-yə baxırıq. 2-də bizə deyir ki, 32 ədədi ilə 8-in hasilini hesablayın. 32-ni 8-ə vururuq. 2 dəfə 8 16, 6 yazırıq. 1 yadda, 8 dəfə 3 24, o da bir 25. Bu da hansı variantda bizə verilib? Təbii ki də 256 B variantında bizə verilmişdir. 3-də isə bizə deyir ki, 5 onluq 7 təklik ədədindən 5 onluq 7 təklik ədədindən 3 dəfə böyük olan ədədi soruşur. 21 eləyir 2 yadda. 3 dəfə 5 15, 17, 171. Cavabımız A variantı olacaq. Baxırıq 4-ə. Müqayisə edin. İlk öncə vuraq, daha sonra müqayisə eləyək. 25-i 7-yə vururuq. 7 dəfə 5 35, 3 yadda. 7 dəfə 2 14, o da 3 17. Bu tərəf elədi 175. 30-u da 6-ya vururuq 180. Deməli, hansı böyükdür? Təbii ki də B variantı işarəsi olacaq. Yəni, böyükdür işarəsi olmuş olacaq. 5-də deyir, doğru həll edilmiş misal hansıdır? Doğru həll edilmişini istəyir. 3 dəfə 5 15, 5 yazırıq 1 yadda. 3 dəfə 3 9, o da 1 10. Elə A variantı düzgün həll edilmişdir. 6-ya baxırıq, hesablayın, hesablayaq. 16-nı ilk öncə vururuq 8-ə. 6 dəfə 8 48, 8-i yazırıq 4 yadda, 8 dəfə 1 8, o da 4, 12, 128. 128-in də üzərinə gələk 152-ni. Bu da eləyəcək. Deməli 7, 8, 280. 280 də bizə C variantında verilmişdir. 7-də deyir ki, kublarla verilmiş ədədin 4 mislini hesablayın. Kublarla verilmiş ədəd neçədir? Deməli 33. 33-ü vururuq 4-ə. 4 dəfə 3, 12, 2 yazırıq 1 yadda. 4 dəfə 3, 12, o da 1, 13, 132 A variantı. Filmin bileti 6 manatdır. 18 bilet alan Əsmər müəllim neçə manat pul ödəməlidir? 18-i 6-ya vururuq. 6 dəfə 8, 48, 8 yazırıq 4 yadda. 6 dəfə 1, 6, o da 1, 10, o da 4, 10, 108 manat pul ödəməlidir. 9-da hansı hasil digərlərindən kiçikdir? 26-nı 4-ə vursaq, 4 dəfə 6, 24. 4 yazırıq 2 yadda. 4 dəfə 2, 8, o da 1. Daha doğrusu o da 2, 10, 104 eləmiş oldu. 5 dəfə 8, 40. 0 yazırıq 4 yadda. 5 dəfə 2, 10, o da 4, 14. Burada eləyir 90. Bizdən ən böyüyünü soruşur, yoxsa ən kiçiyini? Ən kiçiyini soruşur, cavabımız olacaq C variantı. Paylama xəstəsindən istifadə etməklə 24 vurulsun 3 hasilini tapın. Paylama xəstəsindən əgər biz istifadə eləsək, burada olacaq 20 üstəgəl 4, 20 üstəgəl 4 vurulsun 3. Daha sonra 3-ü həm 20-yə, həm 4-ə vurmuş olarıq. Bu formada cavabı taparıq. Cavabımız eləyəcək. Deməli, 3 dənə 20 eləyəcək 60. 3 dənə 4 də 12 bərabərdir 72. Cavabımız B variantı olmuş olacaq. Çalışmalara baxaq. Çalışmalarda bizə deyir ki, hasili tapın. 3 dəfə 6, 18. 8 yazıram 1 yadda. 3 dəfə 1, 3, o da 1, 4. 4 dəfə 2, 8. 4 dəfə 4, 16. 5 dəfə 8, 40. 5 dəfə 2, 10, o da 4, 14. 6 dəfə 9, 54. 4 yazırıq 5 yadda. 6 dəfə 1, 6, o da 5, 11. 5 dəfə 1, 5. 5 dəfə 3, 15. 7 dəfə 4, 28. 2 yadda. 56, o da 2, 58. 6 dəfə 6, 36. 6 dəfə 2, 12, o da 3, 15. 7 dəfə 3, 21, 1 yazırıq 2 yadda. 7 dəfə 3, 21, o da 2, 23. 5 dəfə 5, 25. 5 dəfə 4, 20, o da 2, 22. 7 dəfə 4, 28. 8 yazırıq 2 yadda.
7 dəfə 3, 21, o da 2, 23, 120, 100, daha doğrusu 238. A5 olarsa verilmiş ifadələrin qiymətlərini hesablayın. Aha, A'ların yerində 5'dir. 5 dəfə 4, 20, 2 yadda, 5 dəfə 1, 5, o da 2, 7. Burada da 5 yazaq. 5 dəfə 7, 35, 3 yadda, 5 dəfə 2, 10, o da 1, o da 3, 13. Həmişə 1 deyirəm, yadımdan çıxır. Deməli, 5 dəfə 3, 15, 1 yadda, 5 dəfə 4, 20, o da 1, 21. Burada da 5'dir, 5 dəfə 5, 25, 2 yadda, 5 dəfə 1, 5, o da 2, 7. Yenə də 5, 5 dəfə 0, 0, 5 dəfə 5, 5 dəfə 4, 20. 5 dəfə 1, 5, 5 dəfə 2, 10. 5 dəfə 1, 5, 5 dəfə 3, 15. Yenə də 5, 5 dəfə 3, 15, 5 dəfə 5, 25, 26. 5 dəfə 6, 30, 5 dəfə 3, 15, 18. 5 dəfə 2, 10, 0 yazırıq, 1 yadda, 5 dəfə 1, 5, o da 1, 6. 5 dəfə 2, 10, 1 yadda, 5 dəfə 2, 10, o da 1, 11. 5 dəfə 3, 15, 5 dəfə 3, 15, 16. Bu formada yaza bilərsiniz. Daha sonra baxaq digərinə. Deməli, boş xanalara uyğun rəqəmləri yazın. Boş xanada neçə ola bilər? Deməli, burada 3 yazmalıyıq ki, 3 dəfə 4, 12, 2 yazırıq, 1 yadda, 4 dəfə 1, 4, o da 1, 5. Neçəniz 6'ya vursaq, sonu 8 ilə bitəcək. 2 yazsaq alınmayacaq. 3 yazsaq, 3 dəfə 8, 3 dəfə 6, 18, 8 yazırıq, 1 yadda, 3 dəfə 2, 6, o da 1, 7. Daha sonra, burada nəsə 2 yazsaq görək alınır. 4 dəfə 2, 8, 4 dəfə 2, 8, bəli. 4 dəfə 3, 12, 1 yadda, 4 dəfə 2, 4 dəfə 2, 8, o da 1, 9. Daha sonra, 3 dəfə 6, 18, burada da 8 olmuş olacaq. Vurmanın paylama xassəsindən istifadə edərək misalları həll edin. Paylama xassəsindən istifadə etsək, 6'nı 20'yə vurarıq. 6 dənə 20, 120, üstəgəl 6 dəfə 8, 48. Bu formada daha sonra hesablama apara bilərsiniz. 160, üstəgəl 16. Deməli, burada isə 45, üstəgəl 21. Daha hesablamanı mən aparmıram, özünüz hesablayarsınız. 150, 150, üzərinə gələk 9, 9'u vururuq 10'a 90, 9'u vururuq 8'ə 72, 5'i vururuq 31'ə, deməli eləyir 5, 5 dəfə 3, 15, 155, üzərinə gəlirik 15. Bu qaydada hesablaya bilərsiniz. Keçirik digər çalışmaya. Alt-alta yazmaqla hasili tapın. Yaxşı. 29. Bir saniyə. 29 vurulsun 6. Bu formada həll edə bilərsiniz. 6 və 9. Deməli, burada baxırıq, harada səhv eləmişik. 5-ci hardadır? 5-ci yoxdur. Hə, 5-ci buradaymış. Deməli, burada 1, 2, 3, 4. 42 vur 4'ə. 4 dəfə 2, 8. 4 dəfə 2, 4 dəfə 2, 8. 4 dəfə 4, 16. 168. Burada 23, 23. 3 dəfə 8, 24. 2 yadda. 2 dəfə 8, 16. O da 2. Deməli, olur neçə? Mən harada səhv elədim bir dəqiqə? Yox, 18. Düz gedirəm. Daha sonra burada 42'ni vururuq 9'a. 2 dəfə 9, 18. Daha sonra 36, o da 2, 38. 37. Bir yadda qalmışdı, üzrlü sayın. Daha sonra alt-alta yazmaqla hasili tapın. Aha, alt-alta yaza 29 vurulsun 6. 6 dəfə 4. Mən niyə sildim bunu? Niyə silindi? Aha. 29 düzürlü sayın. 29 vurulsun 6. 6 və 4. 6 və 9 54. 5 yadda. 6 və 2 12. O da 5. 17. 174. 33 vurulsun 5. Deməli 5 dəfə 3 15. 1 yadda. Yenə də 5.
1. Deməli 16. 28-i vuraq 4-ə. 4 dəfə 8, deməli 32. 2 yazırıq 3 yadda. 4 dəfə 2 8, o da 3, 11. 56 vurulsun 3. 3 dəfə 6 18, 1 yadda. 3 dəfə 5 15, o da 1 16. Bu formada yaza bilərsiniz. Müqayisə edin. Müqayisə eləyək. 14-ü 3-ə vurub uşaqlar müqayisə eləyərsiniz. Bunu öz öhdənizə buraxıram. Bir-bir hesablayıb cavabı şərhdə yazarsınız. Bir də mən yazıb vaxtınızı almayım. Növbətiyə baxırıq 8-ə. Misalları hasilləri ilə uyğunlaşdırın. Deməli ilk öncə hasili tapaq, sonra uyğunlaşdıraq. Altda və 3 18. 8 yazırıq 1 yadda. 12, o da 1 13. Deməli 138 hansı hissədədir? 138 buradadır. 138 buradadır. 5 dəfə 8 40. 5 dəfə 2 10. O da 4 14. 140. 140 hardadır? Baxırıq, görürük ki 140 buradadır. 8 10. 108 bəs hardadır? 108 buradadır. Bu da 6 dəfə 6, 4 dəfə 6, 4 dəfə 4, 16, 1 yadda, 24, o da 1, 25. Deməli, bu da hardadır? Burada 256 bu formada olmuş olacaq. Baxırıq 3 rəqəmliyə. 3 rəqəmlinin uşaqlar mən istəyirəm. Yox, hamısını elə. Bir saniyə. Aha, baxırıq birinci suala. Yenə də eyni qayda ilə edirik. Yəni, burada çətin bir şey yoxdur. Hasilləri yenidən tapırıq. Deməli, nə iş görürük? 2 dəfə 6, 12, 1 yadda. 2 dəfə 1, 2, o da 1, 3. 2 dəfə 2, 4, 432 A variantı. 253 ədədindən 3 dəfə böyük olan. 3 dəfə 3, 9, 3 dəfə 5, 15, 5 yazırıq 1 yadda. 3 dəfə 2, 6, o da 1, 7. Deməli, 759 C variantında bizə verilib. 3-də deyir, müqayisə edin. Necə müqayisə eləyək? 136-nı vuraq 3-ə. 3 dəfə 6, yenə silindi. 136-nı vuraq 3-ə. 3 dəfə 6, 18, 8 yazırıq 1 yadda. 3 dəfə 3, 9, o da 1, 10. 0 yazırıq 1 yadda. 3 dəfə 1, 3, o da 1, 4. 408 eləmiş olacaq. Bu da ki, 400-dən böyükdür. Modellə verilmiş ədəddən 3 dəfə böyük. Deməli, modellə verilmiş ədəd 232-dir. Bunu da vuraq neçəyə? 3-ə. 3 dəfə 2, 6, 3 dəfə 3, 9, 3 dəfə 2, 6. 696 B variantı. Doğru həll edilmiş misal hansıdır? 2 dəfə 3, 6, 2 dəfə 1, 2, 2 dəfə 4, 7 yox, 8 eləmiş olacaq. A səhvdir. 3 dəfə 1, 3, 3 dəfə 2, 6, 3 dəfə 3, 9. Doğru həll edilmiş B variantıdır. 126 ədədi ilə 6 ədədinin hasilini hesablayın. Yaxşı. 126-nı vuraq 6-ya. 6 dəfə 6, 36, 3 yadda. 6 dəfə 2, 12, o da 3, 15, 1 yadda. 6 dəfə 1, 6, o da 1, 7, 756 A variantında bizə verilmişdir. Baxırıq 7-ci tapşırığa. 7-ci tapşırıqda bizə deyir ki, kvadratın yerinə neçə yazılmalıdır? Baxırıq. 5 dəfə 3, 15, 1 yadda. 5 dəfə 2, 10, o da 1, 11, 1 yadda. 5 dəfə 1, 5, o da 1, 6. Deməli, cavabımız olacaq A, B variantı. Verilmiş ədədin 4 misli olan ədədi tapın. Deməli, biz bilirik ki, bu 100-lükdür. Yəni, 123. 123. 123-ü vururuq 4-ə. 4 dəfə 3, 12. 2 yazırıq 1 yadda. 4 dəfə 2, 8, o da 1, 9. 4 dəfə 1 də 4 eləmiş olacaq. 497 ki, mən harada səhv elədim? Hə, 200-dür. Mən 100 yazmışam, yaxşı. Bir saniyə, silim. Aha, 223 vurulsun 4. Deməli, 2, 8, o da 1, 9, 8, 892. Bu da C variantında bizə verilib. Filmin birinci seansına gün ərzində 230 bilet satıldı. 230 bilet satılıb. Biletin qiyməti 4 manat. Ümumilikdə nə qədər satılıb? Baxırıq. 2, 1 yadda. 8, o da 1, 9. 920 manat gəlir əldə edilib. Daha sonra, onda isə bizə deyir ki, hansı ədəd
412 ədədindən 2 dəfə böyükdür. Hansı ədədi bilmək üçün tərsinə gedirik. 412 vururuq 2-yə. 2 dəfə 2 4, 2 dəfə 1 2, 2 dəfə 4 8. 824 ədədidir. Cavab C variantı. Daha sonra çalışmalarına da bir göz gəzdirək. Aha. Deməli, bizə deyir ki, misalları həll edin, həll edək. Aha, 3 dəfə 6 18, 8 yazırıq bir yadda, 3 dəfə 5 15, o da bir 16 bir yadda, 3 dəfə 2 6, o da bir 7. 6 dəfə 5 30, 3 yadda, 6 dəfə 4 24, 27 2 yadda, 6 dəfə 1 6, o da 2 8. 7 dəfə 6 42, 2 yazırıq 4 yadda, 7 dəfə 2 deməli 14, o da 4 18 bir yadda, 7 dəfə 1 7, o da bir 8. 4 dəfə 1 4, 4 dəfə 3 12 bir yadda, 4 dəfə 2 8, o da bir 9. 4 dəfə 0 0, 4 dəfə 4 16 bir yadda, 4 dəfə 2 8, o da bir 9. 5 dəfə 3 15, 5 dəfə 8 40, o da bir 41. 4 yadda, 5 dəfə 1 5, o da 4 9. 2 dəfə 2 4, 2 dəfə 2 4, 2 dəfə 4 8. 2 dəfə 5 10, 1 yadda. 2 dəfə 2 4, o da bir 5. 2 dəfə 3 də 6 eləmiş olacaq. İndi deyir müqayisə eləyin. Müqayisə eləmək üçün uşaqları yenidən bunu hesablayarsınız. Daha sonra isə yəni sol tərəfləri hesablayıb sağ tərəflə müqayisə edirsiniz. Bu qədər sadə. İndi isə baxaq 3-cü tapşırığa. 4 dəfə 6 24. 2 yadda. 4 dəfə 3 12, o da 2 14. Gətirib yerində qoyuruq. 144. 4 dəfə 3 12, 2 yazırıq 1 yadda. 4 dəfə 3 12, o da bir 13, 1 yadda. 4 dəfə 3 dəfə 1 3, o da bir 4. 3 dəfə 3 9, 3 dəfə 4 12 yerində qoyuruq. 129-u 2-yə vuraq. 2 dəfə 9 18, 2 dəfə 2 4, o da bir 5, 2 dəfə 1 2. 5 dəfə 8 40, 4 yadda. 5 dəfə 2 10, o da 4 14. 140-ı da qoyuruq bura. 5 dəfə 0 0, 5 dəfə 4 20, 5 dəfə 1 5, o da 2 7. Bu formada olmuş olacaq. Daha sonra hesablayaq, birləşdirək. 6 dəfə 2 12. 2 yazırıq 1 yadda. 6 dəfə 2 dəfə 6, 2 dəfə 3 6, o da bir 7. 2 dəfə 4 8 yazmadı. 872. Hardadır bu? Hesablayaq, daha sonra birləşdirək. 4 dəfə 3 12 bir yadda. 3 dəfə 5 15, o da bir 16 bir yadda. 2 dəfə 3 6, o da bir 7. 2 dəfə 8 16 bir yadda. 2 dəfə 2 4, o da bir 5. 2 dəfə 1 2. Deməli 2. 3 dəfə 2 6, 3 dəfə 1 3, 3 dəfə 3 9. 4 dəfə 3 12 bir yadda. 4 dəfə 4 16, o da bir 17. 4 dəfə 1 4, o da bir 5. Deməli bu formada birləşdirərsiniz. 762 buradadır. 256 buradadır. 936 buradadır. 572 də bu formada olmuş olacaq. 6-cı misalı var bunun? Var. Aha, misalların həll edin və hasillərin verildiyi dairələri işarələyin. Baxırıq, şifahi hesablayırıq. 0, 4 dəfə 3 12, 4 dəfə 1 4, o da bir 5. 520. 3 dəfə 5 15. 3 dəfə 1 3, o da bir 4. 3 dəfə 6, 3 dəfə 2 6. 645. 5 dəfə 2 10, 1 yadda. 5 dəfə 1 5, o da bir 6. 5 dəfə 1 5. 4 dəfə 3, 2 dəfə 3 6 0, 2 dəfə 4 8. Bu formada işarələyə bilərsiniz. Baxırıq digər tapşırığa. Deməli burada nə olacaq? Deməli 3 dəfə 3 9, 3 dəfə 5 15, 1 yadda, 3 dəfə 2 6, o da bir 7. 4 dəfə 6 24, 2 yadda, 4 dəfə 2 8, 1 yadda. Deməli burada da 1 olmalıdır. 4 dəfə 1 4, o da bir 5. Daha sonra baxırıq. 2 dəfə 2 4, 2 dəfə 5 10 eləyir. 1 yadda. 2 dəfə 3 6, o da bir 7. 3 dəfə neçə? 3 dəfə 2. 3
2 dəfə 2 6 bu formada gedəcək. 5 dəfə belə deyək də burada 2 yazsaq, çünki yadda 1 qalmalıdır. 5 dəfə 2 0, 5 dəfə 2 10, 0 yazırıq 1 yadda. 5 dəfə 9 45, o da yox, səhv getdim mən desəm burada 4 olmalıdır. Üzürlü sayın 4 olmalıdır. Aha 2 qalır yadda, o formada hesablaya bilirik. Burada 4 olmalıdır. 4 dəfə 4 16. Daha sonra irəliləyirik. 2 dəfə 1 2, 2 dəfə 4 8, 2 dəfə 3 6, 3 dəfə 6 18, gerisinə ehtiyac yoxdur. 4 dəfə 1 4, 4 dəfə 5 20 0 yazırıq 2 yadda bu formada. 2 dəfə 4 8, 2 dəfə 4 yenidən 8 bu formada olmuş olacaq. Hasili tapın. Burada hasili necə tapırıq? Burada neçədir? 100 100 yox, niyə 100? Bir saniyə. 200 1 2 3 4 5 205 vurulsun 3. Deməli 205-i 3-ə vuranda neçə eləyir? 615. 615. Burada 413'dür. 413'ü 2'ye vuranda yəni 826. Burada da 121'dir. 4'ə vuranda eləyəcək 484. Bu formada olmuş olacaq. 8-ci və sonuncu tapşırıqda da bizə deyir ki, vurma əməlindən istifadə etməklə ümumi zolağın uzunluğunu tapın. Necə taparıq? 161'i neçə dənədir? 1 dənə, 2 dənə, 3 dənə, 4. 4'ə vuraraq burada eləyir 644 santimetr. B'də isə 125'i baxaq neçəyə vururuq? 1, 2, 3, 4, 5'ə. 5 dənəyə vururuq, eləyir 625. Burada da 325'i neçə dənədir? 3 dənədir. 3'ə vururuq. Bu da eləyir 975. Digərlərində də 102'ni vururuq. 1 dənə, 2 dənə, 3, 4, 5, 6'ya. 6'ya da vuranda 612. Uşaqlar, video sizə faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.